Onun dəstəsini darmadağın etmək üçün Gəncə qarnizonu səfərbərliyə alınmışdır. Gəncə qubernatoru. Qızılları! Tez! Mən hərbi nazirə müraciət edib, ondan 2 süvari polku, 2 topçu batareyası və bir də zirehli qatar istəmişəm. İndiyə kimi bir xəbər yoxdur. Cənab mayor, sizdən xahiş edirəm, Xanxoyski cənablarına təsir göstərəsiz. Çünki əlavə kömək almasaq, Qatır Məmmədin öhdəsindən gələ bilməyəcəyik. Elədir, cənab qubernator, vəziyyət pisdir. Azərbaycandakı İngiliz qoşunlarının komandanı General Thompson narazıdır. Yeni Zelandiyadan tutmuş Kanadaya qədər hər yerdə İngiliz qoşunları əmin amanlıq yarada biliblər. Bircə sizin Azərbaycandan başqa. Mənim əlimdən hələ ki heç nə gəlmir, cənab mayor. Qatır Məmməd Gəncə üçün peyğəmbərə çevrilib. Əskərlərimin əksəriyyəti kəndlilərdir. Bolşevik təbliğat onlara pis təsir göstərir. Hər halda vəziyyətdən çıxış yolu tapmalıyıq. Elə vəziyyətdən çıxmaq üçün ordu lazımdır mənə. Siz Xanxoyskini və General Thompsonu inandırmalısınız ki, bugünün əsas vuruş meydanı Qatır Məmməd hərəkatıdır. Onları başa salmaq lazımdır ki, bütün Azərbaycan kəndlərinin gözü Gəncədədir. Əgər Qatır Məmmədi və onun tərəfdarlarını məhv eləməsək, bütün kəndlilər əllərinə silah götürəcək. Bu da bizim sonumuz olacaq. Nə olar? İcazənizlə General Thompsona çatdırıram ki, Gəncənin sahibi indi Qatır Məmməddir. Deyəsən, siz də bunu demək istəyirdiniz. Zarafatınız yersizdir, cənab mayor. Yenə təkrar edirəm. Ordu olmasa, heç bir şey eləyə bilməyəcəyik.